لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في şey. Sədəqə günahın odunu söndürən sudur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu. Su odu söndürdüyü kimi, sədəqə də günahı eləcə söndürür. Bu hədisdə Peyğəmbərimizin bəyan etdiyi və salih bəndələrin kəşf etdiyi sirlərdən biri budur. Əgər hər hansı bir günah işləsəniz, dərhal, vaxt itirmədən sədəqə verin. Günahdan dərhal sonra, hətta çox kiçik bir məbləğ olsa belə, sədəqə verin. Çünki bu, həmin günahın mənfi təsirinin, şərrinin üzərinizdən yox olmasına bir səbəbdir. Həqiqətən, bir günah işlədiyiniz zaman, o qəlbinizə qara bir ləkə kimi həkk olunur. Qəlbə düşən bu qara ləkənin mənfi təsirlərindən biri də budur ki, o bəzən sizi bəzi ibadətlərdən soyudur və xeyirli işlərdən uzaqlaşdırır. Lakin günahın ardından sədəqə versəniz, o sədəqə həmin günahın mənfi təsirini və şərrini silib aparar. Peyğəmbərimizin buyurduğu kimi, sədəqə günahı söndürür, yəni onun şərrini və qoyduğu izi yox edir. Necə ki, su odu söndürürsə, sədəqə də günahı eləcə söndürür. Tövbəyə gəlincə isə, o günahı bütövlükdə kökündən kəsib atır.